Mənim ərim evə 2 gündən bir gəlir. Ha sənə şükür ki gəlib. Mən bu sifəti görsəm heç məhliyə fırlanmaram. Ərifin adı Orxandır. Hardan bildiniz? Ha, hardan biləcəm? Atdım tutdum da. Onsuz hər an 3 nəfərdən birinin adı Orxandır. Qaynanam bizim evdə qalır, getmir heç yerə. Bəs nə qarım ev alım verin. Dəhşət hissi. Deməli mən baldızımın dil ağzını bağlamaq istəyirəm. Bacararsınız. Az niyə bacarmıram ki? Lap ağzını da tikərəm. Bu gəlin məni bezdirib. Mən ora gedirəm, buna gedirəm, hamısını oğluma çatdırır. Day mən bilmirəm, nə edeyim. Oğlumun dilini ağzını da bağlatdırıb. Biz buna nə edə bilərik? Safanın başını bıraxıb davamını danış görür. Siz gələcəyi görürsüz? Az gələcəyə görsəm elə gelib şot yazıb partlaram da. Da falçı nəyə işləyirəm? Deməli mən istəyirəm bəxtimi açdırım, ərə gedim. Amma mən belə krasavçik, yaraşıqlı oğlan istəyirəm. Boyu 1.80 olsun, qaraşın olsun. Belə tüklü-müklü bir şey olmasın. Pulu olsun, imkanı olsun, tək ev olsun, tək yaşasın. Qaynanamla da yaşamaq istəmirəm. Maşını olsun, amma bahalı maşın olsun, ya da ucuz maşın olmasın. Şimdi bunları eləyə bilərsiniz. Dustiyotda olsun. Da eləsi olsa özümü düzəldərəm da. Mən bəxtimi açmaq istəyirəm. Neçə adı açım? Sən açal açım. Mən ərimin mənə aldadıb aldatmadığını bilmək istəyirəm. Siz zəhmət olmasa gözləyin, bir dəqiqə hər şeyi danışacağım sizə. Çalışın müştərilərinizi razı şəkildə yola salın. Yola verməyin. Deməli belə. 3 dənə valet görürəm. Bu nə deməkdir ki? Bu demək ki, valentin biri yoxdur. Köpək şahına dedim, hələ bir dənə kartlarla oynamayın. Bir ərim var. Saqqallıdır. Bunun da burasında xalı var. Hardan bildiniz? Ben hardan biləcəm? Instagramda baxıram da bayaqdan. Çox qəşəng bir oğlanla tanış olacaqsan. Uzun boy, yaraşıqlı, imkanlı, çox gözəl bir münasibət səni gözləyir. Ay, doğrudan. Hə, amma gələn öləcək. Çox da şey eləmə də. Nə görürsünüz? Pul görürəm canım. Ay, doğrudan. Az götür bunu, düzəməli iç kofeni. 1000 dəfə demişəm ki, pulu axırda verin. Qoymayın bura. Səni bəyazlar içində görürəm. Bütün sıxıntılardan qurtulasın. Uf, evlənirəm. Az yoxu ölürsən, kəfəndir bu, nasmiyet. Bir dəfəlik dərdlərdən qurtulursan. Ərin bir xanım saxlayır. Nə? Allah onun belini qırsın. Allah onu bədbəxt eləsin. Gözlə, gör onun mən başına oynatacaq. Ərin qayıdır, saxlamalıdır da. Bax, indi cərimə yazır. Mən əvvəzdən bilsən ki, sən işiməsən, heç götürməzdim səni. Ərin səni aldadır. Kimlə? Baz o mənə də oxu, yəni aldadır da. Yeri qəşəngsən zat. Elə deyil. Peş turbasını oxusun. Sənə qurd yağa sürtüblər. Neynəyə indi? Oz qalx yağa. Qurtlarımızı təşəkdən, ha? Uşaq görürəm bir dənə. Uşağımız olacaq. Səni yox, amma ərinin dəqiq olacaq. Görürəm. Bank hesablarında pullar görürəm. Qırqızıl görürəm. Brilyant görürəm. Urbana yığılmış göy niva görürəm. Qalib görürəm. Oh, nə vaxt olacaq bunlar? Yoxdur ki. Yox. Az dur az. Dur hətta lazım buradan. Mən edirəm bahalı krem tutmuşam burada. Görmürəm. 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 Ha, indi görürəm. Ha, belə. Götürürsən pişib bunu. Hər gün ərin pencənin cibinə qoyursun. Onunla da ərin sənə bağlanacaq. Ondan sonra heç kimə bağlamayacaq. Bağlansa nə olar, bağlanmasa nə olar. O qiyindən sonra kim də oraya yaxın durar? Rahat ol. Deməli, gelsən evə. 2 qaşıq sən dərmanı atsan ərin yeməyinə. Ondan sonra heç kimə baxmayacaq. Yox, istəsə də baxamayacaq. Necə ki? Kör olacaq, da kör. Ağzında deyirəm sən dərmanı. Deməli, məni 2 dənə oğlan sevir. Amma mən bunların arasında seçim eləyə bilmirəm. Sizcə hansı bəxti gətirəcək? Vüqarın bəxti gətirəcək, çünki Ceyhunla evlənəcəksiniz. Əlibaç, götür bu otu qaynat. Ərvin də saçından kəs, at içinə, yaxşı qaynat. Yaxşı, qoy içsin. Ərim keçəldir. Az qoltuq açaq da yoxdur. Tezliklə qarşına yaxşı bir oğlan çıxacaq. Ayda, doğrudan evlənəcək. İndi orası qismət.